Cip sürənlər həmişə sənin maşının içinə belə baxırlar. Niyə bizim maşının içinə baxırsınız? Mən ona görə sedan sürmürəm neçə illərdir. 55-60 yaşda sürən adam az görərsən. O deyəcək, ayıb alım, mən bunun içinə otursam mənə nə deyərlər? Deyərlər, sən fikrin nədir? Yoxdurmusan Camry-yə? Mən Highlander verin, gedim özüm üçün. Prado alım verim, Land Cruiser alım verin, o ilə gedim. Rahat özüm üçün hər yerə girim. Neçə gündür bir Range Rover'a baxıram, 5 motor. 2015. Mən məsəl üçün onu alaram, 5 motoru. İndi o yorulub da, gör neçə ilin maşınıdır. Yorulub deyəndə ki, sizdəki ilə onun arasında 1-2 il fərq var. 334 at gücündədir. Hibrid də özdə. Range Rover P400 400 at gücüdür. Olsun da, yəni orada nə qədər böyük fərq var ki, o at gücü kimə kifayət eləmir ki? Bu gün şəhər hamısı günüzə sürür, 190 at gücü, 150 at gücü. Ağır maşının anlayışı necə olur? Ağır, onda Palisade daha ağırdır. Maşın özü ağırdır, tərpənməyi, getməyi, maşın rahatdır, çox ağır maşındır. ZF 8 HP üstündə 400 at gücü, 2,2 tonda çəkisi var. Bunun çəkisi ehtimal ki, ondan azdır. İnanma. Hibrid deyə onun batareyaları var. Olsun da az olacaq. Çəkisinə baxsınız, Palisade'in çəkisi az olar. Yaxşı, baxaq. 2 ton 200 olmaz. Burada amma gücü 329 at gücü göstərilir. Burada yuxarıda 334 mühərrik at gücündə. Burada 329 at gücü göstərilib. Çəkisi 2 ton 165 kiloqramdır. 2165. Azdır. Xeyli fərqi var. Bir yeşiyi alma. Xeyli fərqi var. Əməlli bir pomidor yeşiyi aylar azdır. Belə sual versəm ümumiyyətlə ki, elə məndə belə bir sual yaratdı. Yeni yerindən tərpənməklə sadə mühərrik ya turbo olsun, o bir deyil də. Bu əməlli başda fərq eləyir. Və mən məsəl üçün bu gün Unizeni pisləsəm belə, Unize elektrik batareya tam dolu şəkildə olanda gedişi tam fərq eləyir. Bəli. Artıq 17%-ə düşür, orada tam fərq eləyir gedişində. Mən məsəl üçün onu daimi tokda saxlayıram ki, heç olmasa heç nə yoxsa getməyi olsun. Unizen heç olmasa sürüm getsin də. Mən biraz bərk maşın sürən adamam. Hibridlərin üstünlüyü, tok avtomobillərin üstünlüyü odur ki, biraz yerindən götürməsi, sürətlənməsi yaxşıdır. Amma turbo mühərrik nə inəsən də elektrik kimi gedə bilmir. Söz yox. Bir dənə gəlin sizə bir sual verək, servis. Gəlin sizə bir sual verək, servis rəhbəri kimi. Hal-hazırda bax, yeni nəsil Hyundai Kia'lardan o 2 sadə mühərrik dediyimiz var idi, hansı ki Sonata'nın üstündə, Optima'nın üstündə misal üçün. Bu 2020-dən üzü yuxarı, misal üçün Sonata'lar olsun, K5'lər olsun, bunların üstündə 1.6 turbo GDI-lar gəlir, başqa nə gəlir, 2 turbolar gəlir və bunların ən dözümlü mühərriki hansı hesab olunur? İnsanlar hansına yönəlsin almalı? İnsanlar yönəlsində mən deyərdim 2 hibridə. Sonataların üstündə gələn 2 hibridə yönəlsin. Niyə? Həm biz ən yaralı yeri hamımızın nədir? Avtomobilin yağ yeməsinin tez olmağı. Və bu gün Azərbaycanda 3-5 yağ firması var ki, turbo mühərriklərə dözə bilən yağ istehsal edib gətiriblər Azərbaycanda, yəni distributorda satışı var. O da hamının əlində yoxdur və əl satan da deyil. Bayaq qeyd elədiyim kimi, avtomobilin qiyməti aşağıdır və tələb eləyir ki, sən ona hər yağ dəyişimdə 180 manat, məsələn deyirəm, turbo yağı töküb mühərrikin yağını dəyişəsən. Nə edirlər? Güc ona çatmır, gedir 90 manatlıq, 100 manatlıq yağ tökür. Çünki axırıncı pullarını bu maşına verirlər və gözləyirlər ki, Hyundai Kia-da dözməlidir. Amma göstəricisine uyğun yağ tökmürlər. Mühərrik başlayır yağ yeməyə. Bu da 1.6 turbolarda daha tez başlayır. Ona görə məsləhət görürəm ki, həm sərfiyyat cəhətdə, məsələn, 2 hibrid Sonatalar ortalama 5-6 litr benzin sərfiyyatı var. 95 aktanlı benzinə istifadə eləməklə. Batareyalar var satışda. Batareyalar var. Onlarda ən tez sıradan çıxan balaca akkumulyatorlarıdır. Onun qiyməti təxminən 700-800 manat, 650 manat civarında hər bir qiymətə satır. Belə ikinci əl tapmaq olur 400-420 manat civarında. Yeganə problemi Hyundai'larda odur. Hibridlərin problemi odur. Qalan belə batareyalarında problem olmur. Hələ ki, yəni rastlaşmamışam.
Amma Tək dəyişir bateriyası onu. tək kimidir yoxsa tək olmalıdır. bütövdür? Tək olmalıdır. Yəni deyirəm qarşılaşmadığım üçün onu yəni ehtiyac olmayıb hələ indiyə kimi. Bəs 1.6 turbo GDI-lar var, 8 pilləli sadə avtomat sürətlər qutusunda, Amerikankalar. Yenə deyirəm, yenə onların sırf mühərrik yağ yeməyinə görə bir dənə ona görə istəmir. Və benzin sərfiyyatı 12-13 litr üzərindədir. 10 işlətmir. Amma 11 95 12 istəyir də. 95 Bəli, istəyir. bəli. 95 istəyir. 11 12 13 litr civarında yanacaq sərfiyyatı var şəhər içi. Bu təbii ki, trasda azalacaq, magistralda azalır. Amma hibrid elədir ki, həm sərfiyyat aşağıdır, həm yağın qiymətində aşağı yağ qiyməti ilə uyğun qiymətə dəyişə bilirsən və dözümlüdür. Xarab da olmur. Ümumiyyətlə o maşınlarda xarab olub nəsə üstümüzə gəlmir. Redko ola belə də az bir şey olur. Amma 1.6-larda ən çox problem yağ yemə, yəni rastlaşdığımız sürətlər qutusunda problem olmur. Yağ yemə ilə gəlirlər. Bir də sərfiyyat çoxluğu ilə. Bəs bu Grandeurlar falanlar var, yenilər. Bunlara da tələbat çoxdur da. 1.6 hibrid, Bu gün robot sürətlər qutusu. imkanı olsa Möhtəşəm Hamı. dizayn veriblər Mən yəni o maşına. o maşın barədə danışanda, sırf Grandeur modeli barədə danışanda bizdə servisin içində də onun bir şəkli var. İçəri girənin birinci reaksiyası olur. Bunu Ona alardım. baxar. Bunu alardım. Bunu alardım. Yəni Hyundai sürücüsənsə və digər marka sürənlər də çox eşitmişəm, amma Hyundai sürücülərindən ən birinci reaksiya olur. Bunu alardım. 80 min manat civarındadır da. 65 min, 70 min, 75 min. O mən Black Edition, Black Edition full variantını deyirəm. 70-72 minə gətirirlər, amma lap əvvəl keçən il 60 minə də gətirirdilər. Hə, bəli. Keçən il gömrük fərqi var idi, 60 minə də gətirirdilər. Amma bu il artıq 72 min, 73 min, 70 minə də var. Və yaxud köhnə alanlar var idi ki, bazarda bu gün satsalar, elə aşağı qiymətə almaq olar. Çox möhtəşəm maşındır. İndi bax, Mən onu sürmüşəm də. İstər arxa oturacaq var, istər qarşı tərəfə oturacaq. Biraz düzdür. Mühərrikin səsi gəlir, sürətlənmədə filan içəri səs verir. Amma komfort filan hər şey genişliyi tam qaydası. Ümumiyyətlə Grandeur markası modeli əvvəldən elə geniş nəzərdə tutulub rahatçılıq üçün 2018 biznes class gedirdi onlar. Premium gedər belə Bəli. deyək. Orada 2018 Grandeur məndən bu gün soruşanda ki, hansı dizel alım? Deyirəm 2018 Grandeur al. 17, 18, 19 Ümumiyyətlə Grandeur. Hyundai Kia'nın ən dözümlü mühərriki məncə dizeldir. Dizel ümumiyyətlə xarab olmur. Bəli. Ümumiyyətlə mən neçə illərdir bu servisdəyəm və neçə ildir Hyundai-dayım. Mən dizel mühərriklər az görərəm ki, o da kimlərdə olur? Mühərrikin yağını çox gec dəyişən adamlarda. Gələndə görürsən ki, mühərrikin yaman gündədir. Bu elə bilir ki, dizeldir, 15 min sürə bilərsən. Biraz xəsis adamlar var, keşiş dəyişirlər. Axırda gəlir bir 2500-3000 xərci çıxanda bilir ki, bunu vaxtında dəyişmək lazım idi. Ümumən dizel mühərriklər xarab olmur. 1.6-da yağ yemə ümumiyyətlə dizel mühərriklərdə yoxdur. Olsa sürətlər qutusunda, Salentolarda filan sürətlər qutusunda problem olar. O da ki, cüzi qiymətlə həll olan bir məsələdir. Amma Grandeur istənilən bu gün Azərbaycanda deyərdim ki, 80% kişinin arzusudur. Yəni imkan olmayan almaq istəyər, imkan olanlar da alırlar. İndi bax, sual harda yaranır? Bunu da soruşum. Grandeur robot sürətlər qutusundan gəlir, bilirik bunu. Bu dövrə qədər Passat sisilər olsun, ya heç sisisiz Passat olsun, bu DSC örgəşdiyimiz sürətlər qutusuda. Bunu hamımız pislədik. Yəni bu korobka zaydı, almayaq. Amma bu Changan Unive'lərdir, 1.5 turbolar, yəni hibridsiz. Sonra elə deyək ki, Santa Fe olsun, Kia Sorento olsun, hibridlərin hamısı robotla gəlir, həmçinin də Grandeur. Yəni nə baş verdi ki, indi biz bunları bəhbəhlə alırıq və yaxud almağı arzuluyuruq, amma o maşınları əvvəl pisləyirdik, özümüzdən kənarlaşdırırdıq. Niyə? Çünki əvvəllər bizim seçimimiz var idi. Avtomobillər Passatla bir yerdə, Sonatalar seçimimiz var idi, məsəl üçün Kia seçimimiz var idi, BMW, Mercedes seçimlərimiz var idi. Bugün biz yeni avtomobil almaq istəyiriksə, sadə sürətlər qutusuna gələn avtomobillər onsuz da azdır. Hamı hibridə keçib və yaxud robota keçibdir. SCVT falan. Məcburən onsuz da bunu alacağıq. Mən bayaq da qeyd elədim ki, avtomobilin
Yəni alanda buna diqqət eləmək lazımdır ki, 1.6-lardır filan çox üstünə sürətli ayaqüstü robot gəlir. Yəni yeganə xərcli tərəfi odur. Amma Avropada 1300-1500 manat xərci var. misal üçün Avropada biz götürsək ki, bir Audi almaq istəyən şəxsi sürətlər qutusu robot deyilsə o maşını almır. Onlar tam fərqli Ehtiyatsa qiymət məsələsi bəlkə də var. Sürüşdən zövq almaq məsələsi. Sürüşdən, Yəni amma Audi bizimkilər alıramsa onu bizimkilər onu bizim sürücülərimiz onu normal sürüş tərzi ilə də sürmürlər. bəli. Yəni qaydası ilə sürmürlər və vaxtından test sıradan çıxanda da gəlirlər ki, nə oldu bu test xarab oldu. Çaşka Ferodo dəyişir. Çaşka Feroda dəyişilir. O da hardasa 1300, 1200, Bəli. 800 manat maşın. 1.7 dizellərdə 1.7 dizellərdə də gəlir. Məsələn, atıram Hyundai məsələn Venularda, məsələn də ya Konada qiymət Ferodo Çaşka 700-800 manatdır. Gəlib Santa Fe-yə alsaq, Sorento-ya alsaq 1000-1100 manatdır. Aralarında bir 200-300 manat fərq var. Qiymət dəyişir, amma hara baxsan da yuxarısı 1200-1300 manatdır. Yəni bunu verə biləcəklərsə, hə, Hyundai-ın o sürətlər qutusunu, robot sürətlər qutusu ilə ala bilərlər. İndi orada xərci, zəhmət haqqısı filan bir yerdə çıxar 1400-1500 manat. Amma sürüş tərzi düzgün deyil deyə də vaxtından tez sıradan çıxır. Baxımları vaxtında olunmalıdır, olmur. Yəni o da bu bahalı təsir amillər. detaldır da bunu qəbul eləməliyik. Çünki ZF 8 HP ikinci əl elə tam sürətlər qutusunu alsaq 1300 manat da hal-hazırda. Amma burada təkcə Çaşka Ferodo qiymətədir. Yəni Amma burada da Çaşka Feroda təkcə xarab olur da. Yəni sürətlər qutusuna nəyəsə ehtiyacı olmur. Biz məsəl üçün amma beyin də dəyişə bilər, beyin də çox bahadır. Beyin normalda hə, necə bahadır? Hyundai Kia'larda istənilən beyni biz işlənmiş ikinci əl 500, 400, 300 manat arasında alırıq. Ki mənə elə gəlir ki, baha da deyil, normal qiymətdir. Amma məcburən bu gün biz robot sürətlər qutusu olan avtomobillər almayırıq, çünki seçim yoxdur. İstənilən markaya getsək, o sürətlər qutusuna qarşılaşacağımız üçün ya məcburuq köhnə illi avtomobil alaq, ya da məcburuq ki, markalar arasında kəsməliyik, korobkadan kəsirik. Hə, nədənsə biz bir yerdə ilişməliyik, o da hamısında eynidirsə, neyniyək markaya başqa zövq olaraq, seçim olaraq baxaq. Doğru deyirsiniz. Əslində yəni bu dəqiqə marketinq elə qurulub ki, maşınlar arasında. Sən tam istədiyin hər bir detalı bir maşında tapa bilmirsən. Hərəsində. 5-i uyğun gəlir, 1 uyğun gəlmir. Biz məsəl üçün Grandeur mən tərifləyirəm də 2 dizel. Avtomobilin sürətlər qutusunun içindəki bublik 1500 manatdır. Təkcə bubliki 1500 manatdır. Maşallah. Yenisi 3000 manatdır. 3300 manat bu civardadır yeni bublik. İşlənmişi 1300, 1400, 1500 manata tapmaq olar. Amma sürətlər qutusu yeri gəlsə Hyundai-da tam şəkildə götürsə 1300, 1400 manatdır sürətlər qutusu. Sırf o markada, sırf o modeldə, sırf o Santa Fe-də sürətlər qutusunun təkcə bubliki 1500 manatdır. Sürətlər qutusu özü 3000-3500 manatdır. Yeni bubliki 3000 manat. Yəni o bilmək olmur da, maşını mən tərifləyirəm. Deyirəm gözəldir, dizeldir, xərcsizdir. Olanda birdən olur da, hər dəfə bublik problemi çıxmır ki. Biz onu nəzərə alıb maşını almasaq, gəl onda Grandeur almayaq. Velosiped sürməliyik də. Hə, yəni o Grandeurda da hamısında xarab olmur ki, 1000-də bir xarab ola bilər də o. O da gec yağ dəyişirsən filan, qırıntılar tutur, bublikinçi yanır, paket yanır. Belə olur. Onun maşının vaxtında qulluq olunmalı. Burada yürüş məsələsi var da, düzdürmü? Çaşka Ferodonun dəyişmə vaxtı var da, hə? Hər neçə mindən biri idi o problemlərdən qalxmağa. Çaşka Ferodo. Problem yaratmağa yəni. Çaşka Ferodonu? Yox. Belə demirlər məsələn 100 mindən bir. Yox. Çaşka Ferodo təxminən 80 min gedir də. Təxminən. Gedir, 120 min də gedən var, 150 min də gedən var. Hə, yəni sən onu baxır. Məsələn belə servis xidmətindən belə bir şey yoxdur. Gətir bu yürüşdə bunu Çaşka Ferodosuna baxaq. Yox. Hamı evakuatorla gedir. Yağ dəyişmə var, amma onun su iç, narahat olma. Burada izləyicilərimiz də yazsınlar. Bəhruza sualları olanlar yazsınlar. Onu mən kimə desəm ki, Elnur, gəl 80 mindən bir Çaşka Ferodo dəyişək, kim dəyişər? Adamı öldürərlər. Kim dəyişər? 1300 manat, 1200 manat. Bu yağ dəyişmə də elə deyim, gəl 150 manata dəyişək. Bu Fordlarda var idi belə bir şey. Bəli, Focuslarda var. Focuslarda var, Ford Focuslarda var belə. Onun da xərci zaten hamısında var. Biz amma bunu deyə bilmirik. Adam gedib 20 min verib maşını alıb ki, Hyundai alım sərfəli olsun. Mən də deyim, gəl 80 min keçib artıq sən bunu almısan Amerikadan 80 minə, məsəl üçün 80 min kilometrlə 19 minə
Məsələn, Veloster almısan, sürətli qutunun robotdur. Gəl çatan kimi elə bir 1500 nəqdi sən. Sürətli qutun Saşka Feridonda düşmə deyə bilərəm mən onu. Adamı öldürərlər. Deyəvəz mən bu Hyundai ucuz aldım ki, sərfəlidir. O artıq əsməyə başlayanda, getməyəndə, öz bəndi deyişmə, evakuatorun üstündə gələndə və yaxud artıq can verəndə gəlib satır servisə. Onda məcbur olur dəyişir. İndi düzdür, efirin sonuna yavaş-yavaş yaxınlaşırıq, amma bilirəm ki, Murad Hyundai 2-ni sevdiyinə görə o deyəcək Hyundai 2-yə alaram, amma hansı maksimum qiymətə qədər Hyundai 2-yə pul verərsən? İlə Hyundai-ya pul verərsən. Maksimum o qiymətdən yuxarı Hyundai-ya pul verməzsən. Hyundai və Kia-ya. Eynidir də, əmi oğluna da belə götürəndə. Yoxsa fərqli sənin üçün Hyundai 2-yə 100 min verərsən. Onun Hyundai Kia-nı premiumdur da məncə. Yox, orada belə deyil də. Orada onların hətta ehtiyat hissələri belə bir-birlərinə gedir. Yox, o aydındır. Amma misal üçün Sorento ilə Santa Fe-ni götürsək, Sorento Santa Fe-dən bir tık həmişə üstün olur. Amma mən ona necə baxıram? Məsəl üçün Sorento mənim üçün daha yaşlı adam maşını gəlir. Yox, dizaynının görünüşünə görə demirəm. Dizayn olaraq. Komplektasiya olaraq eynidir. Zaten hamısında eyni şey var. Sorento-da axtardığım məsəl üçün adi yol izləməsindən belə Santa Fe-də də var. Hətta avtoparkingi falan varsa Santa Fe-də, Sorento-da da yoxdur. Götürsək, segment olaraq götürsək eynidir. Amma mən görünüş olaraq, yox, fərq eləmirəm. Mənim üçün fərqi yoxdur. Zaten ikisi də mənim bildiyim, təbliğ elədiyim bir şeydir. Kütləm də eynidir. Amma mən Hyundai-ın həmişə dizaynını Kia-dan daha çox bəyənmişəm. Yəni bu sırf Hyundai-ı bu gün təmsil edirəm deyə deyil. Bu artıq zövq məsələsi. Zövq məsələsidir. Kia-nı mübahisə edə bilmərik. Bu günləri Kia-nın bazarda olan ən çox modeli hansıdır? Sorento-dur. Məsələn, Santa Fe-də, Sorento-dur. Bunlar ikisi də bazarda çoxdan, Sorento daha çoxdur. Mən amma Santa Fe-ni daha cavan maşını kimi görürəm, Sorento-nu yox. Sorento-nu bu gün məsələn hansısa dayıya desən ki, dayı gedək mənim atama, gedək maşın alaq. Sorento-ya baxacaq ki, bunu alaq. Çünki biraz görünüş olaraq daha 40 plusdur. Amma Santa Fe-ni bu gün 25 plus ala bilir. Buradan bir dənə dayıları salamla da. Mən həmişə dayıları, dəyərli dayılarımı salamlayıram həmişə. Onlar mənim üçün əzizlər, başımın tacıdırlar. Mən bir də dayılar haqqında heç nə danışmayacağam. Çünki sən yaxşı yerlərini kəsirsən, pis yerlərini versin efirə. Sən pis adamsan. Qayıdırıq o şeyə. Sən pis adamsan. Sualın cavabını belə deyim də. Onda 2-yə maksimum nə qədər pul verərsən? Bax o Black Edition Grandeur-a məsəl üçün maksimum mən 40 min manat olsa alaram o maşını. Hə, maksimum 40 min manat pul verərsən. O maşın. O maşın, sırf o Grandeur-o. Black Edition var ya, hansı ki 70 min olan. O 40 min olsa alaram. Biraz səbirli ol, bir düşəcək də birazdan qiymətləri alarsın. 2035-ci ildə. Belə anlayıram, amma sən 40 mindən yuxarı pul vermərsən onda 2-yə. Mən əslində onun ağını daha çox sevirəm. Doğru. Ağı çox gözəl görsənər o avtomobilin. Dəhşət. Mən əvvəl elədim ki, ağı pis görsənər. Sonra canlı şəkildə gördüm. Uzaqdan maşına baxdım. Grandeur olduğunu belə hiss eləmədim. Qaranlıq idi biraz. Maşına gəldim, yaxınlaşdım ki, Grandeurdur. Disk təkər yerində, maşının görünüşü yerində, çox gözəl görsənir. Ümumiyyətlə Bakıda qara avtomobil almaq tam mənasını itirir. Əslində hər ağ da fərqlidir. 3 dəqiqə yağış yağır. Aha. Yəni bir dənə belə tınq tökür. Hazırsan. Gips yağır göydən. Nə məsələ? Palçıq yağır. Bax 40 mini Hyundai-ya ver. 50 minini hansı markaya verərsən? 50 mini verərəm Toyota-ya. Toyota'nın bir modelini alarsan hansısa. 60 min verərəm misal üçün Lexus-a. Aha. Bax Toyota'nın hansı modelini alarsan, mən məsəl üçün Toyota'nın Highlander demə. 50 minə Highlander yoxdur axı. Yox, işlənmişindən filan danışım, yəni. 18-19 var. İşlənmiş 16-18 tapmaq olurdu o qiymətdə. Onlar 3-5-dir. Yəni də Highlander olsun. Lap pulun olsa, təzə Highlander alarsan, Camry alarsan. Allah bərəkət versin. Ev olmasa Range Rover sürmərsən ki. Demirəm blogerlər yaxşı qazanır. Ondan bəs deyirəm ki, yox, mən bayaq dedim də bunun pulu halaldır. Qoy alsın. Bu reklamını düzgün eləyir. O almayıb gündə bir maşın sürənlərə də sözümüz. Bizdə də var, heç kimdə gözümüz yoxdur. Bizim də maşınlarımız var. Deyərlər ki, nə pahalılıq eləyirsən. Yəni şükür Allah. Zarafatdır bu. İndi bunu kəsib paylaşacağam. Blogerlər güllə param eləyəcəklər Murad. Eləsin də problem yoxdur. Tək onlar eləsin. Xalqımız bizə dəyməsin. Blogerlərdən problem yoxdur. Amma hər kəsi tanıyır. Xalqın nümayəndəsidir. Amma hər kəs tanıyır. Yox, onlar ortada olan, efirdə olan adamlardır. Bir də var efir arxası
bizi izləyənlərdir ki, onlar bizi çox istəsinlər. Sadə Onların rəyi, vətəndaşlar. sadə vətəndaşların rəyi bizə maraqlıdır. O təbii ki, hamı özünü müdafiə eləyəcək. Mənə deyəcək ki, sən almırsan ki, pul. Mən də alıram, amma yəni fantastik rəqəm almıram da. Mən normal qiymət alıram ki, bu gün özümüzü yola verək, yaşayaq. Bir tikə Ölməyə yaşayaq. Bir tikə çörək yəni. Ölməyə yaşayaq. Bizim heç kimin pulunda təbii ki, gözümüz yoxdur. Hamının Harda qalmışdıq biz? Ya pul deyən kimi Murad gedir yəni. yadıma sarsa, Deməli, qısa mən sual verdim ki, 50 Camry alarsan, Highlander alarsan, qoymadın Naşim. Dedim 50 pulu min. var. Pulu vardan başladım, mən də getdim çıxdım Range Rover. 24-ün Camry-si çox qəşəng görünüşdədir. 50 min almaq olardı onu. Mən bilirəm. Camry 50 min. Çin almaq olur. Avropa 52 min. Sən onu alarsan sən 50 minə. Hə, onu 60 alarım. minə Lexus alarsan. Mən nəyə görə 60 sual min verdim? Lexus Highlander məsəl üçün Prado'da Highlanderlardır. Yenə mənim üçün 40 plusdular. Bəli. Amma Camry 40 Bir daha, plus həmişə deyir də 40 plus Camry-ni deyəndə belə- dayı sürə bilməz. Dayılar deyəndə xaş. Hə. Əziz dayılarımız. Mən də dayı olacağam ya 5-10 ildən. Amma Sən neçə yaşın var? 37. Tamam. Az qalıb. heç Az nə qalıb. Yox, mənim ora çatmağıma hələ bir 23 il var. Ay, yəni mən o temaya getmirəm. 40 yaşa deyirəm yəni. 23 il sonra sürməyəcəm də demişəm. Məni gəzdirəcəklər. Tamam. Qalırsan ki 63 avtobusda gedirəm, avtobus sürürəm. Avtobusda gəzirdim, buna deyirdim mən. Avtobus sürücüsü olacağam. İmkansızlıqdan getmişəm ki, blogerin zat, pul zat gəlmir. Hə, Allah hamının işini avand eləsin. Amin. Hə. Harda qalmışdıq? Yadında söhbət yox. 40 Camry plusdur bəli. deyirdim ki, Camry alaram məsəl üçün ki. Prado Highlander deyirdin sən Hə, məsələn. məsələn onları deyirdim ki, 40-45 plus alırlar da. Hə. Amma Camry-ni alan adamlar 23-25 yaşlı cavan Bəli. oğlanlar da alırlar. Çünki görünüş odur. Bəli. Tələb edir. Sən təzə Camry-ni 55-60 yaşlı sürən adam az-az görərsən. O deyəcək, ayıb alım, mən bunun üçün otursam mənə nə deyərlər? Deyərlər, sən fikrin nədir? Yoxdurmusan Camry-yə? Mən Highlander verin, gedim özüm üçün. Prado alım verim, Land Cruiser alım verim, o ilə gedim, rahat özüm üçün hər yerə girim. Ona görə sual verdim ki, Highlander alarsan, yoxsa Camry alarsan? Təbii ki, Yəni. Camry alaram. Ondansa gedək Grandeur alar. Niyə Çin Camry-si almalı? Yox dedi 40 mindən artıq pul vermərəm də. Yox, Çin Camry-si almaqdansa gedər elə Koreyanın Grandeur-ünü alar sürərdi. Yox, istəmir də. 40 minə yoxdur axı. ay. 40 İndi min, 40 minə 40 yoxdur, pul verir. 50 mini verən 60 min də Bax, verir. bir tər 10 min də hə, düzəldir. qəpik Bir tər- quruş oradan buradan 50 min 60 min cəl bir dənə Grandeur ala bilər. Deməli Bəhruz 40 minə aldı Hyundai-in bir modelini, Grandeur-u. Bəli. 50 min verir Toyota-ya, 60 min verir Lexus-a. 70 min, 100 min Range Rover-ə. Yox, 70 minə yaxşı BMW alaram. Yaxşı BMW alarsan. C60 falan alaram. Təzə 2024. Alaram. Əladır. Niyə? 80 minlə Amma alarsan. Bakıda sedan biraz narahatdır. Bu problem də var. Bu niyə narahat ki? Necə yəni? Murad da yəqin ki mənim sözümü təsdiqləyər. Yəni çuxur çoxdur müəyyən Mən küçələrdə. ümumiyyətlə sedan sürə bilmirəm şəhərdə. Hə. Elə bilirəm ki, gedib ora düşəcəm. Hə, yəni Burada yenə biraz arxayınsan ki, hündürsən, maşın düşsə də sən göydəsən. Sedanla çuxura düşdün, elə bilirsən ki, özün düşürsən. Biraz sedan narahatçılıq yaranır və bizdə belə bir şey var şəhərdə. Cip sürənlər həmişə sənin maşının içinə belə baxırlar. Niyə bizim maşının içinə baxırsınız? Mən ona görə sedan sürmürəm neçə illərdir. Qardaş, niyə baxırsan maşının içinə? Doğrudan o orta konsola falan Hə. baxırlar ki, görək nə içir. Get sedanla get, cip sürən mütləq ki əyilib sənin maşının içinə bax. Qardaş, mən gedirəm, məsələn, ailə uşağına, sən mənim maşınımın içində nə işin var? Niyə baxırsan? Belə bax. Baxma da mənim maşınıma. Ona görə də mən cip sürürəm, qardaş. Eyni yerdə gedək, uzaq başa avtobus baxa bilirəm mən. Avtobusdakı xalalar Gözəl da boş insanlar keçər olur. yanında belə, yəni baxır ki, yolun vaxtı getsin də. Sən pis fikirləsən, Murad özündə var, canında var. İndi deyir xalalar deyir, xalalar. Yox, analarımız, bacılarımız gedir. Nə dəxli Yox, var ki, buranın 100% avtobusla. qızım. Yox, kəs salma, mən zibilə salma. Mən işə salma cinə. Mən ağzıma söz çıxarmamış gedir, yapışdır ona. Murad xalalar da. Xalalar Qozaları buraxdım. mən anam da xaladır da, kiminsə xalasıdır. Mən ana avtobusa minməyim. Bəli. İndi bu buraların kəsici orasını verəcək. Blok ezbi, səhifəmizi Biz də spam Bax 80 min BMW, yox 70 min BMW, 80 min Mercedes. Mercedes-in bir modeli al. 90 min 90 minə Land Rover alaram. Land Rover. Bəli. 100 mində denən Yox, 90 üzü yuxarı ancaq maşına pul vermərəm mən. yəni Land Rover, Range Rover. Ancaq Hə, onların vəssalam. yeni modeli. Hə, aydın. Üzü- Mən o yeni tərəfə. Range Rover alaram. O çox. Amma yeni möhtəşəm. BMW-nin ancaq X5-ini alaram. X5 ən alaram. sonuncu yox da yəqin ki. Ən sonuncu yox. G05. Hətta 22, 20 onları da alaram. G05 bəli. Onları alaram. Gözəldir. BMW-nin yeganə həmişə deyirəm ki, pulum olsa alacağım tərəfi modeli
X5 2020-21 onu bəyənirəm, çox bəyənirəm. 58 Biraz, mühərrikdə ölməzdi. Bəli. Konsul dəyişib, şit dəyişib, Möhtəşəmdir. çöl görüş filan köhnələrdən bəs fərqlidir. Ona kimi gələnlərin 2006 ilə 2018-in şiti eynidir. Mən fərqlilik hiss eləməyəcəmsə niyə gəlib yenisini almıram? G05-də bəli. Hətta Çox 2005-i dəyişdi. gedirlər bu günləri 2015-ə yığırlar. 2020-yə yığırlar Range Rover kimi. Hə. Dəyişiblər biraz Hə. Çindən sifariş veriblər stopun ön faralarını, dəyişiblər, yığırlar. Qıraqdan baxanda da bilinmir bu Range Rover kimi. Neçənci ildir. Sürdüyüm maşın nədir? Bir videom var idi. Səninlə onu istəyirdim. Dedin ki, mənə BMW demə, BMW almaram. Məsələn, belə bir söz demişdin. Yox, mən həmişə deyirəm ki, BMW almaram. Bəli, mən bu günləri gedib məsəl üçün 30 min verib F10 almaram. Çünki F10'ların evini yıxıblar. Yəni mən almaram da, zövq almıram da maşından. O bir söz var ya, deyir, düşüb arxanın maşını saxlayandan sonra düşüb baxırsansa, demə maşını düzgün seçim eləmsən. Mən BMW-ni saxlayıb düşüb baxmayacağam da. Yəni bəyənmirəm də, qardaş, zövq məsələsi var da. İndi F10 da neçə ilin modeli. Hə, yəni mən bəyənmirəm, qardaş. Dünyanın ən Məcbur çox döyüş. satılan 5-ci seriyasıdır. Ola F10 bilər, gövdə. birinci də ola bilər. Bəlkə də birinci hansıdırsa onu desən, deyəcəm onu da bəyənmirəm. Bu Elə odur zövq da məsələsi. birinci ən çox satılan. Hə, dünyada yəni beşinci zövq seriya. məsələsi var ki, mən bəyənmirəm o maşını. Mən F10 almaram. gözəl. Amma N55 3 mühərrik. Sürmüsənmi deyərlər indi mənə yazmışlar da, bu nə bilir, sən get Honda ilə məşğul ol. Sürmüşəm, bəli. Bu günləri də var, sürürük işdə filan ora bura. Zövq almıram da. Yəni mən hər bir mühərrikində sürmüşəm onu. Yəni deyərlər ki, 4-4-ünü sürməmsən, 4-ünü sürməmsən, 5-ini sürməmsən, hamısını sürmüşəm. Ona zövq almıram da qardaş. Mühərrik söhbəti deyil burada. Mən maşına zövq almıram. Yəni içində oturub zövq almıram. Birincisi yerə düşürsən, qalırsan Artıq o bataqlıqda. Sedan SUV məsələsi Hə, də biraz mən- gəlir çıxır da. Yəni bəyənmirəm qardaş. Almaram. Alsam X5 alaram. Yavaş-yavaş efirə yekunlaşdırdım. Yavaş-yavaş yox, mən burada Hə, tələsirsən. kabablarım qurudu. Hə, yaxşı. Doğrudan da bax bu efirdə həqiqətən də heç mən yorulmadım da. Elə demək olar ki, bir-birinizə suallar verdiniz, cavablandırdınız. Çox rahat. Sən var Gələn niyə efirdə gəlmirsən? sən Mən gəlmə gedim, ümumiyyətlə. mən Sən gedim. gələndə onsa TikToka Siz baxmırlar. sağollaşın da. Hə, Dostlar sağollaşırıq bu gün Özünüz sizlə. Gələn dəfədən biz efirdə Bəhruz bəylə bir yerdə Elnursuz olacağıq. Avtomixə aparacağıq özümüz. Sən ümumiyyətlə xadno eləmək istəyəndə istirahət günü bizi çağır, biz əvəz edərik. Əslində fikirləşdim onu. Gəlib rahat apararsınız. Əlbəttə ki, qanun mənim. Görüşmək ümidi ilə deyirəm. Çox sağ ol, Əmrə, Çox sağ ol, dəvətinə dəvətinə görə. xoş oldu. Təşəkkürlər. Minnətdaram. Bizlə vaxt gözəl keçir. Doğrudan sonda heç bir onu da deyəcəydim ki, heç onun vurulamadığı. Honda 2-dən danışdıq. Bəli. Zavod dolunmayağın qeyd eləmədiyi orada. Bunu məncə artıq hər kəs bilir. Hyundai Kia-nın zavod dolunmayağı Zigdir. Bəli, Honda 2 sürücüləri məlumatlı olsunlar. Zig, deməli Honda 2-nin zavod dolunmayağıdır. Həmçinin Tesla-nın reduktorunun, General Motors-un sürətlər qutusunun ilkin dolunmayağıdır. Yəni OEM təminatçısıdır. Ay Allah. Bəli. Görüşərik bir daha. Xeyirli olsun. Təşəkkür edirəm. Sağ ol. Sağ ol. Sağ ol. Murad çox sağ ol. Dəyərli dostlar, gəlin efirlərdə görüşmək ümidi ilə.